Hamıya salam dostlar. Bugün sizlərlə bərabər gördüyünüz kimi çox qəşəng bir videoyla qarşınızdayam. İlk öncə yeni il bayramınız mübarək olsun. Necə belə gözəl illərə çıxasınız. Bugünkü videoda dostlar ilin son videosunu çəkirəm. 2025-ci ilin son videosunu çəkirəm. Mən keçən il 2024-cü ilin son videosunu çəkmişdim və o videoda haçan gəldi, hardan getdi bilmək olmadı. O bir il keçdi. Və mən də ona görə 2025-ci ilin son videosunu çəkirəm. Siz də videomu bəyənməyi, abunə olmağı və bildirimləri açmağı unutmayın. Mən bu arada Java sürümündə Minecraft oynayıram və hardcore oynayıram. Java sürümündəki yaratıqlar daha çətindir Bedrock'dan. Hələ ki hardcore-dayıq, onda daha çətindir. Mən bu şəkildə həyatda qalmaya çalışacağam. Ondan çox uzatmadan başlayaq. Burada kömür də var. Mən də buradan başlayayım dedim. Hop. Siz də videomu bəyənməyi, abunə olmağı və bildirimləri açmağı unutmayın. Bir ay əvvəlki videoda gələcək dostlar. Bir ay əvvəlki Nice Bell varsa olan video var idi. O gələcək dostlar yaxın zamanda. Yaxın zamanda o video geri dönəcək. Buradan tez çıxaq. Bunu qır, belə qır. Belə. Tamam. İndi önemli yerdəyik. Bunları çevir. Tamam. Tez elə al. Tez. Yana. Taxta qazma. Tamam. Taxta qazmamız var artıq. İndi daş dövrünə başlayaq. 2 3 İndi bu ilə da daş qazma eləyək. Hoppala. Daş qazma. İndi daş qazma inkişafını etdi, bəli etdim. İndi kömürləri qazaq. Daş da qazacağam elə. Çünki balta falan eləmək üçün. Biz tez qoyun tapmalıyıq dostlar. Qoyun tapması oyunu uduzduq. Ona görə biraz tez eləməliyik. Kömür də tapdıq, meşale eləyərik. İndi başla təzən qazmağa. Tamam, bəs bu qədər. Bunları aldıq. Tamam, 39 dənə oldu. Tamam. İndi baltamızı eləyək. Hop. İki dənə qoy. Bir dənə balta. Bir dənə də kürək. Tamam, bəs. İndi kürək yeri buradır. Baltanın yeri buradır. İndi bunlar da yeri belə yox. Masanı qaldır. Bunları bu şəkildə qoy. Tamam. İndi baltanla çalışma masamızı qıraq. Bu arada dostlar, bəziləriniz soruşa bilər ki, niyə qılınc eləmədin? Çünki mən qılınc eləsəydim biraz kazıqa düşəcəkdim. Çünki Java sürümündə balta qılıncdan daha güclüdür. Yəni balta qılıncdan daha çox vurur. Mən də ona görə yıxıldım. Mən də ona görə baltanı seçdim. Balta daha yaxşıdır Java sürümünə görə. Kömür tapdım. Tamam, qaz. Beleş kömür. Öyle bir sürü var. Tamam, kömürləri aldım. İndi getmək vaxtıdır. Torpağı qoy bura. Buradan çıx. Bura gəldik. Bura təzə gəldik dostlar. Yəni uzun zamandır var. Amma təzə güncəlləmənlə gəldi. Əlim deyil dostlar. Hər nəysə. İndi mən tez gedim qoyun tapım. Qoyun olmazsa olmaz. Olmazsa olmaz dostlar. Çünki
bura hardcore'dur. Hardcore'da dostlar udursaq все, dünya getdi. Hələ ki qaranlıqda olmamalıyıq. Qaranlıqda olsaq belə dünya silinir. Ona görə bizə çoxlu meşale lazımdır. Qaranlıqda niyə olmayaq? Çünki bir sürü zombi canlanacaq. Bura dərin madana gedir o. Bura düşməyəcək mələk. Dediyim kimi qaranlıqda çoxlu zombiler olur. Bir oyun oynaya bilərsiniz ki, işıqda ölmək yoxsa qaranlıqda ölmək. Hamı qaranlıqda ölmək seçər və hardcore'da da budur. Hardcore'da qaranlıq olanda bir sürü zombi gəlir. Ona görə kömürləri alıram ki, bir sürü meşale eləyək. Başqa yerdə qoyun yoxdurmu? Qoyun tapa bilmədim. Çünki yoxdur heç yerdə qoyun dostlar. Qoyun qıtlığı var. Qoyun. Qoyun tapdım. Allah çox canım getdi. Qoyun tapdım. Gəlin qoyuncuqlar, mənə yün lazımdır. Ona görə ölün. Sən də gəl, pis yox. Amma bizə bir dənə də qoyun lazımdır. Su oradan gəldi. Sular oradan gəldi. Allah, axşam olur. Qoyun. Allah, iskelet var. Qaç. İnek gəl bura. Gəl bura. Tamam. Qoyun yoxdur, qoyun. Heç yerdə yoxdur. Axşam olacaq, mən də öləcəm. Görün bura nədir? Baxa bilmərəm. Vaxtımız yoxdur. Özümü divara həbs eləyəcəm. Çünki 2 dənə yünüm var, 3 dənə lazımdır. Ona görə tez qır buranı. Tez elə. Tamam, buranı bağla. Tamam. İndi tamam, biraz rahatladım. Birazcık rahatladık. Çünki heç bir yaratıq gələ bilməz bura. Aha. Siyah. İndi biraz arxaya qazacağım. Alan bu qədər bəsdir. İndi çalışma masamızı qoyaq bura. Bir dənə qırıq daşlarla fırın eləyirik. Sobamızı qoyuruq bura. 10 dənə bu belə yarpaqdan qoyuruq. 4 dənə ətimizi qoyuruq, pişsinlər. Bunlar pişənə qədər mən biraz bayra baxacağım. Çünki qoyun lazımdır mənə. Ancaq biraz da qorxuram bir yandan da baxmaq. Baxa bilmərəm. Tez bağla bura. Qoyun falan yoxdur. Tamam. 4 dənə ət pişdi. Bunlar da qoyun. İndi bunları yeyək. Canım artdı. Ne koysam? Taktiğim var. Şöyle bir şey eləyim. 6 tane oldu. Şimdi bunları koyacağım pişmeye. Tamam. Pişsinler. Tamam, bu da bitti. Tez səhər olsun da, səhər olmağını istəyirəm. Buradan bir an dəmir də çıxa bilər dostlar. Çünki biz madənin yanında özümüzü həbs eləmişik. Ona görə baxın, buradan aşağı qaçsam hər an madən çıxa bilər. Görək bayır necədir. Creeper var. Bağla. Tamam.
İndi dostlar burada həbs olduq. Dəmirimiz də yoxdur. Tək olan bir də alma, 3 dənə biftek, 2 dənə qoyun əti. En azından azcıq yeməyimiz var. Səhər olmağını gözləyək. Başqa çarə yoxdur dostlar. Neyniyək? Gözləmək zorundayıq səhər olana qədər. Qoyun çıxmadı ki, çıxmadı. Hər yerə baxdım, qoyun yoxdur. Nə var ağart? Neyniyək artıq? Bəli dostlar, demək olar ki 5-10 dəqiqədir gözləyirəm və baxaq görək havamız necədir? Səhər olurmu? Aha, olur səhər, tamam. Tamam, səhər olur. Hemen bunları da qıraq. Aha, kül olur. Mənə gözlətdiniz burada. Bayaqdan. Tamam, indi dərdimiz creeper'dır. Creeper'lar hələ də qalıb. Yəni zombilər kimi yanmır. Yanıb kül olmuyor. Hop, belə. İndi bizə bir dənə qoyun lazımdır dostlar. Yəni biraz qoyun tapsaq çox yaxşıdır. Getdi, zombiləri var. Zombiler yanıp kül olmuyor. Orada da var zombi. Oha, burada bir tane maden var. Orada girmeyeceğim. Tamam. İndi. Ya koyun tapsam çok yaxşı olar. İskelet var. Her yer yaratığla doludur. Allah, zombi gelir. Lan iskelet de var. Kaç. Hemen kaçmalıyıq. İnşallah buralarda zombi yoktur. Bura açılırdı. Burada zombi falan olmaz. Donuz var. Donuz haramdır. Yemeyin. İndi ağaclarımızı qıraq. Bu ev eləmək üçün ağacdır dostlar. Ev eləmək istəsəz ağ ağacları, yəni quş olan ağacları önərərəm sizə. O ağaclar çox qəşəngdir. İndi əsas məsələ yataqdır, yataq. Yatağımız yoxdur. Tamam. Aa, inək var, inək. Tamam, ineğimizi kesək. Burada tatlılar var. O toyuq. Toyuqlar. Gəlin bakalım buraya. Ölün lan. Toyuqcuq, öl. Öl. Sen de öl. Baba, öl. Tamam. Tamam, toyuğumuz da var. Bir tane de var toyuq. Tamam, bizim yemək sorunumuz azdır. Özdə çox az. Sen de şöyle öl. Tamam. Sen de öl. Sen de öl. Öl. Tamam, bir tane de maden var. Tamam, çok baxmayacağım madenlərə. Bir dənə dəmir lazımdır. Dəmir tapım. İstiyordu. Qoyun da yoxdur. Qoyun qıtlığı var. Bir dəqiqə, orada ağ bir şey gör. O qoyun! Qoyun tapdım. Gəl bakalım bura qoyuncuq. Sən niyə əvvəldən çıxmadın axı? Tamam, artık yatağımız da var. Şöyle, aha, yatağımız hazır. İndi ne koysam? Torpağı koy bura. Ve çalışma masamızı qır. Geldi. İndi bize lazım olan bir tane köy, bir de demir. Qoyunları məsələn yemək üçün də öldürə bilərəm. Ancaq yemək üçün öldürürəm qoyunları. İnək həm də şey də eləmək olar. Dərilərini götürüb oyunla zırh da eləyə bilərik. Sən də öl.
balta çox vurur. Çox həddindən artıq vurur. Buradan tullan aha. Oha, dərin madənə düşdüm. Burada dəmir zad var. Yoxdur. Mən dənizi tapmağa çalışacağam. Qayığa minib dənizlə axtaracağam. Allah canım getdi. Bura nədir? Oha, çox dərin də madən var. Kömür də var, ancaq kömürü də almaq istəyirəm. Amma bu madənə girməyəcəm. Bu madən təhlükəlidir. Kömürü də var. Almaq istəyirəm düzü. Amma almayacağam. Bakır tapsaq, başda. Bakır tapsaq da bakır əşyalar eləyə bilərik. Daş əşyalardan daha tez qırır. Həm də daha çox qırır. Ona görə bizə bakır da lazımdır. Bura hara gedir? Yox, bura girməyəcəm. Açıq madən olsun, dəmiri də olsun. Onda yaxşıdır. Öndür. Neçədə toyuq ətim oldu? O, 9 dənə. Yemək sorunumuz yoxdur. Onları çözüldü. Şey tapdım. Bambu ormanı. Burada bir də madən var, amma çox qaranlıqdır. Madəndə ölümümü görürəm. Ona görə girməyəcəm. Biraz yemək ye. Canımı topla. Bambu ormanındayıq. Buradan hər an panda da çıxa bilər. Pandaya bambu verə bilərik. Aha, dəniz tapdıq. Bu dənizlə istədiyimiz hər hansı bir yerə gedə bilərik. Tamam dostlar, bugünkü videomuz da bu qədər idi. Gəlib çıxdıq bura qədər, əşyalarımız da belədir. Umarım ki ilin sonuncu videosunda bəyənmişsinizdir. Aşağıdan videoya dəli kimi like atıb abunə olub və bildirimləri də atmayı unutmayın. Yəni istəyirsinizsə bu bölüm maksimum 2026-cı ildə gələcək. Sağ olun, salamat qalın. Bir ildən sonra görüşərik. Bye bye və bye bye.